Salam dəyərli dostlar, yaşıl üzlü testdən isim bölməsinin izahı ilə davam edirik. Videoların ardıcıl gəlməsi üçün, davamlı gəlməsi üçün yaşıl üzlü testdən bütün testlərin izahını görməyiniz üçün sizdən bir dəstək xahiş edirəm. Videonu bəyənib, rəy yazıb, paylaşmağı unutmayın. Kanalıma da abunə olun ki, biraz motivasiya verəsiniz bizə, biz də sizin üçün çalışaq. Birinci suala baxaq, nümunə haqqında yanlış fikri müəyyənləşdirin. Yaxınlaşdıraq sualı. Mən bir dənizəm ki, eşqim səhərdir, səni düşünürəm əzizim yenə. Mənim dalğalarım xatirələrdir, qoy çasın qəlbinin sahillərinə. Deməli, A variantı birinci misrada isimlər yalnız adlı haldadır. Dənizəm, eşqim, səhərdir. Hamısı adlı haldadır. A variantı doğrudur. Ona görə doğru cavab kimi yanlış cavab istədiyi üçün bizdən A variantı doğru cavab ola bilməz. İsimlərdən yalnız ikisi adlı halda deyil. Baxaq, mən bir dənizəm ki, eşqim səhərdir, səni düşünürəm əzizim yenə. Mənim dalğalarım xatirələrdir, qoy çasın qəlbinin sözü burada yerlik haldadır, sahillərinə yönlük haldadır. B variantı doğrudur. Eyni köklü yaradan isim iştirak etməyib. Nümunədə düzəltmə isim olmadığı üçün deməli eyni köklü yaradan isim də iştirak etməyib. Ona görə C variantı doğrudur. Həm müstəqil şəkildə, həm söz birləşməsinin daxilində sintaktik baxımdan təhlil olunan isimlər mövcuddur. Dənizəm, bax görürük burada müstəqildir, səhərdir, nə eşqi müstəqildir. Amma qoy çatsın qəlbinin sahillərinə söz birləşməsinin hər iki tərəfində isim olduğu üçün deməli həm müstəqil şəkildə, həm də söz birləşməsinin daxilində sintaktik baxımdan təhlil olunan isimlər mövcuddur. D variantı doğru olduğu üçün götürmürük. İkinci misrada işlənən isim birinci şəxsin mənsubiyyə şəkilçisini qəbul edibdir. İkinci misrada birinci şəxsin mənsubiyyə şəkilçisini qəbul edən söz var, amma o isim deyil. Deyir, işlənmiş isim. Bu sifətdir, əziz sözü sifətdir. Ona görə testin doğru cavabı E variantı olacaqdır. İkinci test olduqca ağır testdir. Mən deyərdim, isim bölməsinin bəlkə də ən ağır testlərindən biridir. Burada bu topluda yer alan. Deməli, doğru və yanlış olma baxımından fərqli variantı müəyyənləşdirin. İsim, cisim, oğul, əyin, könül, qisim. Deməli, bu sözlərdən ın şəkilçisi artıqda 4-2 hecalı, 2-3 hecalı söz yaranarsa, iki sözün əmili ilə yerlik halda olduğunu deyə bilərik. Gəlin baxaq, 4-2 hecalı yaranırsa, bunlardan oğul sözüdür, əyin sözüdür, könül sözüdür, milli mənşədir. İsim, cisim, qisimə biz hansı ını artırsaq, yəni yerliyi də artırsaq, mənsubiyyəti də artırsaq düşəcəkdir. Ona görə ismin 2 hecalı yarandı. Sonra cismin 2 hecalı yarandı. Qismin 2 hecalı yarandı. Bunlara nə artırsaq düşəcək deyə birinci bunları yazırıq. Sonra bir də bunlardan təqribi bir oğul, əyin, könüldən təqribi birini götürürük. Məsələn, oğlun. Təqribi birini götürdük. Oğlun. Deməli, bunları artırdıq. 4 dənə 2 hecalı söz yaratdıq. 2-3 hecalı söz yaranmalıdır. 2-3 hecalı da deməli qaldı burada əyin sözündən. Əyinin, bir də könül sözü, könülün. Deyir, bunları artırdıqdan sonra iki sözün əmili ilə yerlik halda olduğunu deyə bilərik. Deməli, biz ismin sözünü bilmirik. Yerlik haldadır, yoxsa adlı haldadır. Mənsubiyyət də artıranda düşür, hal da artıranda düşür. Cismin sözü də eyni qaydadır, qismin sözü də eyni qaydadır. Deməli, bunların yerlik yoxsa mənsubiyyə şəkilçisi qəbul etdiyini dəqiq şəkildə deyə bilmərik. Oğlun sözündə isə qınalı arasındakı u düşdüyü üçün biz burada dəqiq şəkildə deyəcəyik ki, oradakı lı deməli mənsubiyə şəkilçisidir. Ona görə bunu da götürmürük. Amma əyinin və könlün sözü üç hecalı sözlərdir. Onlar milli mənşəli sözlərdir. Milli mənşəli sözlərdə deməli ancaq mənsubiyyət şəkilçisi artıranda düşür. Burada da əyinin və könlün sözlərində mənsubiyyət artırsaydı 2 hecalı olardı. Deməli, düşmədiyi üçün buradakı ın şəkilçisi yerlik hal şəkilçisi. Deməli, iki sözün əminliklə yerlik halda olduğunu deyə bildiyimiz üçün A variantı doğru cavab olmuş olacaqdır. Bizdən yanlış cavab istəyir və yaxud da doğru və yanlış olma baxımından fərqli variant istəyir daha doğrusu. Deməli, bu doğru oldu.
İkinciyə baxırıq. Cümlədə isimlərdən ikisi nə, ikisi hara, ikisi kim sualına cavab versə, 4 sözün əminliyi ilə konkret isim olduğunu deyə bilərik. Deməli, biz bilirik ki, konkret isimlər kim, nə, hara sualına cavab verir. Mücərrəd isimlər isə yalnız nə sualına cavab verir. Deməli, burada 2 nə, 2 hara, 2 də kim sualına cavab verən sözlər var. Mücərrəd isimlər hara və kim sualına cavab verə bilmədiyi üçün ona görə 2 üstə gəlsin 2, yəni 2 hara, 2 kim sualına cavab verən sözü, yəni 4 sözün dəqiq şəkildə əminliklə konkret isim olduğunu biz deyə bilərik. Çünki kim və hara sualına cavab verən sözlər mücərrəd ola bilmir, yalnız konkret olacaqdır. Deməli, 4 sözün konkret olduğunu dəqiq deyə bilirik. Amma nə sualına cavab verən təqribi 2 sözün biz konkret və mücərrəd olduğunu deyə bilmərik. Deməli, bu fikir də doğrudur. C-yə baxırıq. L şəkilçisi ilə düzələn 5 isimdən heç birinin əminliklə xüsusi isim olduğunu deyə bilmərik. L şəkilçisi ilə düzələn həm xüsusi isim olur, məsələn Hüseynli, Həsənli, həm də Gəncəli, Şəkili, Məktəbli ümumi isim ola bilər. Bizə də verilən bu sözlər təqribi sözlər olduğu üçün, yəni biz sözləri bilmirik. Sadəcə şərt verilib ki, L şəkilçisi ilə düzəlibdir. Onun dəqiq şəkildə konkret və xüsusi və ya ümumi isim olduğunu deyə bilmərik. Ona görə doğru cavabdır bu da. Ana, ata, xəstə, nənə, baba sözlərini ız-tüdör şəkilçisi artırdıqda 3 sözdə s bitişdirici samitlə istifadə olunarsa, məsələn, anası, atası, təqribi hər hansı birini götürür, onun hamısı saitlə bitir. Bir də xəstəsi. 3 sözdə s bitişdiricisi varsa, deməli, bu s bitişdirici samit olduqda biz bilirik ki, saitlə bitən sözlər ız-tüdör şəkilçisi altında s bitişdirici samitlə istifadə olunsa, o mənsubiyyətdir. Deməli, bu mənsubiyyə şəkilçisidir burada. Yerdə 2 dənəsi qalır, 3-ündə s bitişdiricisi var. Samitlərdən, deməli, s bitişdirici samitlə istifadə olunarsa, 2 sözün əminliklə təsirli halda olduğunu deyə bilərik. Yerdə 2 söz qalıb, ona da nənə s bitişdiricisi olmur, nənəni, babanı. Şərtdə bizə deyir ki, onların ancaq deməli 3-ündə s bitişdiricisi olmalıdır. 3-ündə s bitişdiricisi isə digər ikisində də n olmalıdır vacib. Deməli n bitişdiricisi samit olduqda saitlə bitən sözləri ı üstü 4 şəkilçisi artırılır. Bunu biz təsirli hal şəkilçisi götürəcək və ikisi də təsirli halda olduğunu əminliklə deyə bildiyimiz üçün D variantı da doğru olacaqdır. E-yə baxırıq. Ağac, qala, qurğu, silah, xoruz sözlərinin üçünə isimə aid qrammatik şəkilçilərin hamısını artırmaq mümkündürsə, deməli, tutaq ki, ağac, qala, qurğunu isimə aid 4 qrammatik şəkilçinin 4 deyilmi? Aha. İsimə aid qrammatik şəkilçinin hamısını, bəli, artırmaq mümkünsə, sözlərdən ikisinin təsirli halda olduğunu əminlə deyə bilərik. Bu fikir yanlış olacaq. Çünki bir təsirli hal, bir də adlıq hal. İsimə aid 4 şəkilçinin 4-ünü də qəbul edə bilmir adlıq. Təsirli hal xəbərli şəkilçisi qəbul etmir. Adlıq halında halı yoxdur. Deməli, bu üçünə isimə aid 4 şəkilçisini artırırıqsa, yerdə ikisi qalır. İkisi də 4-ünü artıra bilmirdi, 3-ünü artırır. Bu ya təsirli olacaq, ya adlıq olacaq. Biz onu əminlə deyə bilmirik ki, təsirlikdir. Bəlkə adlıqdır. Ona görə bu fikir yanlışdır. Fikirlərdən hamısı doğru. E variantı yanlış olduğu üçün testin doğru cavabı E bəndidir. 3 ilə davam edirik. Beyni sözü xəbərli şəkilçi qəbul etdikdə cümlədə ancaq isim xəbər mövqeyinə çıxış edir. Beyni sözü xəbərli şəkilçi qəbul edə bilməz. Çünki burada y ilə n-ın arasındakı i düşməyibsə, bu təsirli haldadır. Təsirli halda da cümlədə xəbər ola bilmir. O fikir yanlışdır. Qabağına doğru yazıldığı üçün A-nı götürmürük. Yəlik halda işlənən sözlər isim və ya isim xüsusiyyətini daşıyan sözlərlə əlaqəyə girə bilər. Bu fikir doğrudur. Qabağına yanlış yazıldığı üçün B-ni götürmürük. Xəbərli şəkilçilərdən ikisinin deyilişli yazışı arasında fərq var. Bu fikir yanlışdır. Xəbərli şəkilçilərinə 3-cü şəxsin təkinin cəminin, 1-ci şəxsinin və 2-ci şəxsin cəminin, yəni 4-ünün deyilişli yazışı arasında fərq var. Fikir yanlışdır. Qabağına doğru yazıldığı üçün C-ni də götürmürük. Burada bu fikrin qabağına yanlış yazarıq. Növbəti nəşrdə biz bunu dəyişmişik, yanlış olacaqdır. Dərini sözünü 3 müxtəlif mənada düşünür. Tərkibinə görə təhlil 3 fərqli formada olur. Dəri sözünə, deməli, dəri sözünə, dərin, sənin dərin, dərini. Bu formada biz bunu təhlil elədik. Sonra dəri sözündə dəri sözünə biz, deməli, n bitişdirici olacaq bir qrammatik. Bir də dərin sözün kimi düşünə bilərik bunu. Dərin. Sənin, dərin nəsə. Dərin quyu.
dərini təsirli A şəkilçisi və yaxud da mənsubiyyət artıra bilərik bura. Dərini bu formada. Deməli, bunun tərkibinə görə təhlili 3 fərqli formada olmur. Görürsüz, burada ya 2 qrammatik şəkilçili olur, ya da 1 qrammatik şəkilçili olmuş olacaqdır. Deməli, dərinin sözünü 3 müxtəlif mənada düşünülür. Tərkibinə görə təhlil 3 fərqli formada olur. 3 fərqli formada deyil. Ya bir kök 1 qrammatikdən, ya da bir kök 2 qrammatikdən ibarət. Deməli, bu fikir yanlışdır. Qabağına da yanlış yazıldığı üçün D-ni biz burada doğru cavab götürəcəyik. İsimə aid qrammatik şəkilçilərdən yalnız xəbərli şəkilçi bütün hallarda vurğu qəbul etmir. Bu fikir doğrudur. Qabağına yanlış yazıldığı üçün E variantında doğru cavab kimi götürə bilmərik. 4-cü testdən davam edirik. Deyir, birinci misrada adlı halda olan isimlərlə ikinci misrada adlı halda olan isimlər kəmiyyətcə fərqlidir. Bu əziz adla çiçəkləndi könüllərdə bahar. Bir qonaqdır əbədi, məncə bu ellərdə bahar. Burada hər ikisində 2 dənə olduğu üçün biri doğru cavab kimi götürə bilmirik. 2-yə baxırıq. Yerli halda olan isimlər müxtəlif sintaktik vəzifədə daşıyır. Nə çiçəkləndi, nə də könüllərdə. Qonaqdır, harada, ellərdə. Biri deməli, yerli halda biri tamamlı olacaq, biri yer zərfliyi olacaq. Ona görə 2 doğru cavabdır. 3-ə baxırıq. Birinci misrada isim nə sualına cavab verir? Adlı haldadır. Yalan deyər, tamam bir-birinə. Yalan burada qeyri-müəyyən təsirli haldadır. Adlı halda olmadığı üçün 3 yanlışdır. İkinci misra eyni halda olan isimlər bir-birinin antonimidir. Zahirdə ittifaq, dahildə nifaq. Deməli, zahirdə, daxildə, ikinci misrada eyni halda olan isimlər bir-birinə antonimdir. Deməli, ittifaq, nifaq, zahirdə, daxildə. 4 doğru olacaqdır. İsmə məxsus qrammatik şəkilçidən yalnız 3 iştirak edibdir. İkinci nümunədə bu ortaq olmalıdır. Məsələn, cəm şəkilçisi yoxdur, xəbərli şəkilçisi yoxdur. Ona görə ismə aid qrammatik şəkilçilərinin üçünə burada ikinci misrada rast gəlinə bilməz. Nümunədəki isimlərin hər biri müstəqil cümlə üzvüdür və quruluşca sadədir. Bu fikir hər ikisinə aid olduğu üçün deməli 6 doğru olacaqdır. 2, 4, 6 testin doğru cavabıdır. 5 ilə davam edirik. Nöqtələrin yerinə uyğun gələn fikirləri nəzərə alıb doğru cavabı müəyyən edin. Cümlədə yəli kağıda olan söz varsa mütləqdir. Mənsubiyyə şəkilçi söz işlənir. Bu fikir yanlışdır. Məsələn, bilirsən ki, gələn kitab Eltunundur. Bəlkə yəli kağıda olan söz xəbərdir. Və yaxud da bizim sinif genişdir. Burada da yəli kağıda olan söz var, amma mənsubiyyə şəkilçi söz yoxdur. İkinciyə baxırıq. 3-ə baxırıq daha doğrusu. İsimin xüsusiyyətlərini qəbul edən sifət işlənibdir. Bəlkə o yəli kağıda olan söz elə isimin özüdür. Ona görə 3 mütləq deyil. Leksik mənalı söz işlənib. Yəli kağıda olan söz leksik mənalı sözə qoşulacaqdır, ancaq ona görə 5 mütləqdir. Ehtimala baxırıq. İsmi birləşmə işlənibdir. Bu ola da bilər, olmaya da bilər. Məsələn, kitab Eltunundur, burada yoxdur, amma Eltunun kitabı burada var. 2-ni doğru cavab kimi götürdüyü ehtimaldır. 4-ə baxaq. İsim və isimləşmiş söz və ya söz birləşməsi işlənibdir. Deməli, yəli kağıda olan söz varsa, isim iştirak edir fikri yanlışdır. Çünki bu sifətə də qoşula bilər və yaxud da deməli, isimləşmiş söz və ya söz birləşməsi. Aha. İsim, isimləşmiş söz və ya söz birləşməsi mütləq orada olmalıdır. Ya isim olmalıdır, yəli kağıda olan söz. Ya isimləşmiş söz olmalıdır, ya da söz birləşməsi olmalıdır. Bu mütləq olduğu üçün ehtimalın altından yazıla bilməz. Yəni, bu şərtlərin hamısı ödənir də burada. Mütləqdir. İsimə aid ən azı 2 qrammatik şəkilçi işlənibdir. 6 da ehtimallı ola da bilər, olmaya da bilər. Məsələn, bu kitab Eltunun deyil. Burada bir dənədir. Bu kitab Eltunundur. Burada 2 dənədir. 6 da ehtimallı doğru cavabdır. 2, 5, 6 C variantı testin doğru cavabıdır. 6-cı sualla davam edirik. Deməli, yanlış və doğru fikirləri tapmalıyıq. A-da deyir ki, ilk ismi həftə sözü ilə əvəz etsə, adlı halda olan isimlərin sayı azala bilər. Hər il şənbə günləri həftə sözü, burada ilk isim şənbədir. Hər il sözü burada mürəkkəb zərfdir. Biz həftə sözü ilə əvəz eləsək,
şənbə günləri deyir. Həftə sözü əvəz etsə adlı halda olan isimlərin sayı azala bilər. Bu səhvdir. Çünki şənbə sözü burada onsuz da yiyəlik haldadır. Həftəni qoysaq yenə yiyəlik halda olacaqdır. Bu adlı halda olan sözlərin kəmiyyətinə təsir eləyə bilmir. Ona görə A variantı səhvdir. B-yə baxırıq. Fərqləndirilən söz hara sualına cavab verən xüsusi isimdir. Güllücə kəndi burada qeyri-müəyyən yiyəlik haldadır. Güllücə qeyri-müəyyən yiyəlik halının sualında nə olduğu üçün bu fikirdə yanlışdır. Deməli, C-yə baxırıq. İlk sözlərdə, ilk cümlədə isimlər ardıcıllıqla adlıq, yiyəlik, adlıq, yiyəlik, yelik, adlıq haldadır. Baxaq, şənbə. Ardıcılıqla adlıq deyil. Şənbə günlərində şənbə sözü qeyri-müəyyən yiyəlik haldadır. Ona görə bu fikir yanlışdır. Burada hər yer zərfdir. D-yə baxırıq. Nümunədəki isimlər adlıq halda olan sözlər nəzərə almadan heç biri müstəqil cümlə üzvü deyil. Şənbə günləri müstəqil cümlə üzvü, Güllücə kəndi müstəqil cümlə üzvü deyil, bazar olardı. Adlı haldadır burada bazar söz. Dostlarım həm mal almağa, həm də mal satmağa gələrdi. Gələrdi kim dostlarım? Niyə mal almağa, niyə mal satmağa? Bu fikir doğrudur. Həqiqətən də deməli heç bir müstəqil cümlə üzvü deyil. Nümunədə eyni halda olan isimlər ardıcılığı mövcud deyil. Şənbə adlıqdır, günləri biz gördük ki, burada ardıcı şəkildə gəldi, adlıqdır. Güllücə yiyəlikdir, kəndlərində yelikdir, bazar adlıqdır. Deməli, sonra F gəlir, sonra isim gəlir. Deməli, E variantı doğrudur. Ardıcı şəkildə dalbadal eyni halda olan isim yoxdur. 1 DE, 2 ABC, D variantı testinin doğru cavabıdır. 7-ci testdən davam edirik. Variantların hansında vətən sözü fərqli haldadır? Əgər xanım qızları kişi kimi meydana çıxmasalar, vətən övladının gələcəyə, vətən yiyəlik haldadır. Burada övladın gələcəyə arxain olmağı çətindir. Gözəlləşir günü-gündən həyatı xalqımızın həmişəlik vətən övladı bəxtiyar olacaq. Burada da yiyəlik haldadır. Vətənin igid oğulları, vətənin oğulları yiyəlik haldadır. Ey kiçik dəmirçi, duyduğun haqdır. Çalış vətənin üçün deməli özünü göstər. Burada vətənin sözündə in mənsubiyyətdir. Çün də burada adlıq hal, deməli çün də burada qoşmadır. Deməli bu adlıq halda olacaqdır. Vətənin azadlığı bu yiyəlik haldadır. Deməli bütün hallarda burada testin doğru cavabı D bəndi olacaqdır. 8 ilə davam edirik. Klassiyayı tamamlayın. Mənsubiyyət şəkilçisi ilə işlənə bilir. Qeyri-müəyyən yiyəlik hal, bir də qeyri-müəyyən təsirlik hal. Yəni, birə D-ni göstər, qeyri-müəyyən təsirlik hal. C-yə baxsaq, deyir, söz birləşməsinin aslı tərəf kimi çıxış edə bilər. Bəli, məsələn, təbiəti mühafizə və yaxud da təsirlik hal fe'li birləşməsinin aslı tərəf kimi iştirak edə bilər. C-yə baxaq, müəyyənləşdirici sözlərlə işlənə bilmir. Fe'li birləşmənin aslı tərəfi ola bilir. Bəli. Vətəni qorumaq fe'li birləşmənin aslı tərəfi oldu və müəyyənləşdirici sözlə deməli vətən qoruyan igidlər, deməli və yaxud da kitab verən oğlan desək, burada qeyri-müəyyən yiyəlik halda olan söz fe'li birləşmənin aslı tərəfi olacaqdır. Müəyyənləşdirici sözlə də işlənə bilmir, çünki o zaman müəyyən təsirlik hala çevriləcəkdir. Deməli, C bəndi doğrudur. Söz birləşməsinin aslı tərəf kimi çıxış elə bilir. Burada ifadə etdik. Həmçinin nümunəmiz düzdür, müəyyən yiyəlik halda oldu. Amma dedikdə kitab verən oğlan burada söz birləşməsinin aslı tərəf kimi iştirak etdi. İkinci nümunəmizdə onu düzəltdik. Deməli, 1D olanda CG doğru cavabı olduğu üçün B bəndi testin doğru cavabıdır. 1D olanda A-ya baxaq. Müstəqil şəkildə bütün cümlə üzvləri vəzifəsini işlənir. Bu yanlışdır. Sonra 1B olanda C-yə baxaq. Deyir, söz birləşməsinin aslı tərəf kimi çıxış edə bilir. Düzdür. F-ə baxaq. Qoşmalarla işlənib, qeyri-müəyyən yiyəlik halda olan söz qoşmalarla işlənə bilmir. Ona görə 1B olanda F variantı yanlışdır. Bütün hallarda testin doğru cavabı B bəndidir. Hansı cümlədə həm konkret, həm də mücərrəd isim kimi düşünə bilən sözün hər iki vəziyyəti işlənibdir? Aha, saat neçədir? O vaxtda 1 saat qalıbdır. Burada saat sözlərinin hər ikisi də mücərrəddir. Yəni, burada doğru cavabı birbaşa izah edəcəm. Qış aylarında ay sözü burada mücərrəddir. Yer
kürəsinin Günəş ilə Ay arasında deməli girməsi nəticəsində ay müvəqqəti olaraq burada qış aylarında ay sözü mücərrəddir, yerin peyki olan o ay isə konkretdir. Ona görə D variantı testin doğru cavabı olacaqdır. Mənaca bir-birinin əksi olan halların iştirak etdiyi cümləni müəyyən etmək lazımdır. Mənaca bir-birinin əksi olan hallar yönlük alınan çıxışlı haldır evə, evdən. Burada da C bəndinə baxsaq, alma öz ağacından uzağa mənaca bir-birinə əks olan hallar işlənibdir. Testin doğru cavabı C bəndidir. 11-ci testdən davam edirik. Yaşıl don geymiş, çayır, dağ, meşə, bir şənlik məclisi qurmuş hər orman. Daşaltı çayının daş dələn səsi, Şuşa qalasının əlim gəldisi. Deməli, burada doğrunun altından doğru, yanlışın altından yanlışı seçəcək. Ortada verilən fikir isə A-ya görə doğru, B-yə görə yanlış olmalıdır. Yəni, biz bunu Euler-Venn diaqramla müqayisə cədvəlinə fərqləndirəcəyik. Bir-birilə sinonim olan isimlər eyni haldadır. Yaşıl don geymiş, çayır, dağ, meşə. Bir şənlik məclisi qurmuş hər orman. Deməli, meşə və orman sözləri burada eyni haldadır, bir-birinə sinonimdir. Ona görə biri biz doğru cavab kimi götürəcəyik 11-də. 2-yə baxırıq. İsimə aid qrammatik şəkilci qəbul etmiş söz adlı haldadır. Yaşıl don geymiş, çayır, dağ, meşə, bir şənlik məclisi qurmuş hər orman. Məclisini qurmuş, qeyri-müəyyən təsirli haldadır. Ona görə 2-ni doğru cavab kimi götürə bilmərik. B-yə baxırıq. Nə sualına cavab verən isimlər adlıq və təsirlik haldadır. Daşaltı çayının. Daşaltı sözü burada qeyri-müəyyən yerlik halda olduğu üçün 3 yanlışdır. Yanlışın altından doğrudur. İsimlərin hamısı eyni şəxsə aid mənsubiyyəti qəbul edib. Daşaltı çayının daş dələn səsi, Şuşa qalasının əlim gəldisi. Hamısı mənsubiyyə şəkilçisi 3-cü şəxsə aid olduğu üçün 4 doğrudur. Yanlışın altından götürülə bilməz. Hər iki misrada amonimliyi olan isimlər işlənibdir. Deməli, hər iki misrada amonimliyi olan isimlər işlənibdir. Baxaq, daşaltı çayının burada var, daş dələn səsi, burada da qala sözü var, yuxarıda da don sözü var, bir sözü var. Deməli, bu hər ikisinə aid doğru cavab olduğu üçün 5-i götürmürük. Çünki burada A-ya əsasən doğru, B-yə əsasən yanlış fikir lazımdır bizə. Formacı dəyişmiş isim təsirlik haldadır. Məclisi sözü burada təsirlik haldadır. Amma digərində çayının yiyəlikdir, səsi adlıqdır, əlim gəldisi adlıqdır, qalasının yiyəlikdir. Deməli, bu A-ya əsasən doğru, B-yə əsasən yanlış olduğu üçün altını götürürük. 1, 3, 6 B bəndi testin doğru cavabıdır. Həm konkret, həm də mücərrəd isim kimi düşünülə bilən sözlərin sayını müəyyən etməliyik. Hava, atmosfer havası bir də kimi konkretdir. Musiqi havası kimi mücərrəddir. Balın, arının şanı kimi konkretdir. Şan şöhrət mənasında mücərrəddir. Yay, fəsil kimi mücərrəddir. Ox, yay mənasında konkretdir. Xal, 5 xal, 3 xal qazandı. Orada mücərrəddir. İnsanda olan o çıxıntı, qara xal, üzündə xal orada konkretdir. Fal sözü. Cadu, fal burada mücərrəddir. Yumurtanın falı konkretdir. Deməli, hansı qaldı burada? Zər sözü bütün hallarda deməli konkret olacaqdır. Ona görə götürmürük bunu. Çən sözü də bütün hallarda yenə də konkret olacaqdır. Çən duman mənasında, suyun toplandığı çən mənasında. Deməli, burada 1, 2, 3, 4, 5. 5 fikir olduğu üçün testin doğru cavabı E bəndidir. 13 ilə davam edirik. Hansı nümunədə cəm şəkilçisi qəbul etmədən əşyanın çoxluğunu bildirən isim işlənməyibdir? Yəni, hansı nümunədə toplu isim işlənməyibdir? Şair cəmiyyət sözü toplu isimdə A-nı götürmürük. Bizə deyil işlənməsin. Dağdan edən sürü toplu isimli C-də işlənibdir. Sağ gedəsən ulusuna, elinə. El, yurt mənasındadır burada. Ona görə burada toplu isim olmayacaqdır. C variantını götürürük. Deməli, el sözü xalq mənasını ifadə edirsə, məsələn, elə deyir, xalqa deyir, elə deyir, xalqa deyir. Burada toplu isimdir. Amma yurt mənasını ifadə edirsə, toplu isim deyil. Məsələn, elimizə bahar gəldi. Burada da yurt mənasını ifadə edibdir. Qəm-kədər ordusu bayrağını
parçaladım. Xalqımın, xalq sözü var, burada toplu isim var. Demə əzizimdir, ev adamları. Deməm bu xalqla, xalq da mənimdir. Xalq sözü burada yenə də toplu isim olacaqdır. Deməli, testin doğru cavabı bütün hallarda C bəndi. Fərqli düşünülə bilən variantı müəyyənləşdirin. Baxın, Güldan sözündəki dan şəkilçisi bir cür yazılan isim düzəldən şəkilçisidir. Qənddan sözündə dan şəkilçisi bir cür deməli, bir cür yazılan isim düzəldən şəkilçisidir. Qələmdan isim düzəldən şəkilçisidir. Qəhvədan isim düzəldəndir. Deyə bilərsiniz, ay mənim Güldan sözündə və yaxud da deməli, qənddan, qələmdan, qəhvədan sözündə danı biz çıxışlı xal şəkilçisi götürə bilməliyik? Xeyr. Orada sözün sonuncu saiti inci olduğu üçün şəkilçi güldən olmalı idi, qənddən olmalı idi, qələmdən olmalı idi, qəhvədən olmalı idi. Amma çaydan sözünü biz danı bir cür yazılan leksik şəkilçi kimi də düşünə bilərik. Çıxışlı xal şəkilçisi də dən artırmır da, çaydan olmur, çaydan olur. Həm də çıxışlı xal şəkilçisi kimi düşünə bilərik. Ona görə A variantı testin doğru cavabı olacaqdır. Nümunə ilə bağlı doğru fikri müəyyənləşdirin 15-ci testdə. Xəstə könlü istər narı görəndə, çaşır ağlım huşum yarı görəndə, bülbül gül üstünə xarı görəndə, qan ağlar rüxsarı, yaşa dayanmaz. Deməli, doğru fikri müəyyənləşdirməliyik. Birinci misrada yalnız mənsubiyə şəkilçisi qəbul etdikdə saitə düşən isim işlənibdir. Xəstə könlü istər narı düşəndə könlü sözüdür. Birincisi A variantı doğrudur. B-yə baxırıq. İkinci misrada mənsubiyə şəkilçisi qəbul etmiş isimlər təsirli haldadır. Çaşır ağlım, mənim ağlım. Ağlım sözü burada deməli təsirli halda deyir. Ona görə B bəndi səhvdir. Nümunədə nə sualına cavab verən adlı halda olmayan isim də işlənməyibdir. Xəstə könlü isə narı görəndə, çaşır ağlım huşum yarı görəndə, bülbül gül üstündə, gül burada qeyri-müəyyən haldadır. Nə sualına cavab verib. Ona görə C bəndi səhvdir. Nümunədə yerli və çıxışlı halda olan isimlər işlənibdir. Burada çıxışlı halda olan isim yoxdur. Ona görə D bəndi səhvdir. Üçüncü misrada eyni suala cavab verən isimlər eyni haldadır. Bülbül gül üstündə xarı görəndə, bülbül nə adlı haldadır. Gül sözü nə sualına cavab verir? Qeyri-müəyyən haldadır. Ona görə E variantı da yanlışdır. Bu yaşıl üstü testdən isim bölməsinin izahıdır. Növbəti testlərin izahını görmək istəyirsinizsə, dostlar, kanalıma abunə olun, şərh bölməsinə, rəy bölməsinə rəy yazın və videonu paylaşmağı unutmayın. Salamat qalın.